Bilirsiniz, mən o xanımı çox bəyənirəm. Adını da çəkərəm. Çox gözəl xanımdır, özünə hörmət eləyən xanım. Məleykə xanım. Baxmayaraq Məleykə xanımın 59 yaşı var, 67-ci ildir. Məleykə xanım çox ağıllı bir xanımdır. Məleykə xanımın bir dənə çox tərbiyəli qızı var. Məleykə xanım deyir ki, mənim övladımın 18 yaşı var. O Instagram, sosial şəbəkələr, o 14-15 yaşına qədər telefon icazə verməmişəm istifadə eləsin. Və bütün sayəndə öyrəndim ki, Jupiter bizi qoruyur. Andola ciddi, coğrafyanı oxusam belə bilmirdim. Sən coğrafya necə oxumursan? Əla oxumuşam. Mən Jupiter planeti olmasa, yadınızda saxlayın, bizi qoruyan tək planet Jupiterdir. Çünki Jupiterin cazibə qüvvəsi o qədər, təsəvvür edirsən, bir dənə üzüm var ha, üzüm. Eşidirsən mənim? Üzümü görmüsən sən, üzüm, yediyimiz üzüm. Yediyimiz üzümlə qarpız nə boyda adama? Sən bir söz deyəsən, üzüm giləsi nə boyda olur, bir dənə giləsi? Tıqqılar. Alaca. Yer planeti ilə Jupiter qarpızla üzüm giləsi boyda. Yer planeti Jupiterin yanında bir çıqılı üzümdür. O qədər böyükdür da və yer Jupiterdən 20 dəfə böyük, bilirsən nədir? Günəşdir. Təsəvvür edirsən sən, bir günəşin içinə yüzlərlə Jupiter yerləşər. Günəş o qədər böyükdür. Bu coğrafyanı bilir. Bürcüləri də bilirsən, Alican, bürcüləri. Bilirəm qızım, bilirəm. Əkizlər bürcü. Buyur. Xarakterləri dəyişkəndir. Əkizlər bürcünün xarakteri çox çətindir. Xəyanətkar bürcdülər. Etiraf eləməliyik, xəyanətkarlar. Onları əldə saxlamaq çox zordur. Əkizlər bürcü xəyanətkar bürcdür. Əkizlər bürcü daha çox, yəni sevgi bürcü deyil da, yəni durum deyim, hansısa bir əkizlərlə aşk yaşasın, yox. Əkizlər emosiyaları ilə, ağıllarından daha çox emosiyalarla hərəkət edən bir bürcdür. Bəs tərəzi? Tərəzi bürcü çılğındır, dəlisovdur, həyat sevərdir, pulu sevəndir. Pulgir bürclərdir, pulu çox sevirlər. Düz deyil. Pulu çox sevirlər, tərəzilər pul xəstəsilər. Bəs oğlaq? Oğlaq bürcləri ilə, mən oğlaq bürcləri dominantlığı sevir. Oğlaq bürcüdür, şir bürcüdür, oğlaqdır, şirdir, əqrəbdir. Bunlar dominantlığı sevirlər. Onlar idarə olunmağı sevmirlər, idarə etməyi sevirlər. Həyatda özgüvənləri olduqca üstündür. Emosional bağlılıqları yoxdur. Yəni xərçək. Ay öldürürlər bunlar özlərini. Bəs xərçək? Romantikdir. Romantikdirlər. Balıqlar bürcü ilə xərçək romantikdirlər, anlayışlıdırlar. Balıq mənəm. Balıq bürcü emosional, həssas, duyğusal, həyatda hər şeyi anlayan, hər şeyi dərk edən, həyatda çox hissiyatlı, çox həssasdılar da. Yəni balıq bürcləri çox gözəl bir hiss etmə qabiliyyətləri var. Bilir. Özü haqqında çox dedi, gördün, sərf eləyirək onu. Nə deyir? Özün üçün nə yaxşı deyirsən? Balıqların mənfi cəhəti odur ki, bu dünya onlar üçün cəhənnəmdir, həssas olduqları üçün. Hər şeyə takılırlar, hər şeyə reaksiya verirlər. Onu düz deyirsən, bu yan yol gələm, anam ağlaya-ağlaya yığıb mən. Niyə üçün ağlayırsan, heç özü də bilmir. Bu dünya, anan da balıqdır. Balıq bürcüləri, mən də balıq bürcüyəm. Qız bürcü sevgi dolu bir bürcdür. Qız bürcüləri ümumiyyətlə tamam fərqlidir. Qız bürcülərin xarakterini mən tuta bilmirəm. Qız bürcüləri dəyişkəndir. Qız bürcüləri gah sevir, gah ağlayır, gah gülür. Yəni qız bürcüləri nə istədiyini bilmirlər. Düzdür, bir insana bağlılıqları var. Qız bürcüləri sevəndə çox möhkəm sevirlər. Özə qızın qadınları. Dolça qadınlar. Dolçalar güc simvoludur. Dolça qadınlarının adını çəkərəm. Dünya şöhrətli müğənni Shakira. Dünya şöhrətli məşhur müğənni Dolça bürcündən olan Jennifer Aniston. Hollywoodun məşhur aktrisası. Məsələn, Aygün Kazımova Dolçadır. Ajda Pekkan Dolçadır. Nə olsun, Röya Ayxanda əkizlərdir. Nə olsun?
Əkizlərin xarakteri var da, əkizlər xarakterdir. Röyanı görmüsən, Röya necə insandır? Röya nə deyir həmişə? Deyir, məni əldə saxlamaq mümkün deyil. Əkizləri əldə saxlaya bilmərsən. Əkizləri öz başına qoydun, əkizlər bax. Getdi, harada üzünə xoşbaxtlar oradan oturur. Yəni, əkizləri, ox atan zəhmətkeş bürücdür. Ox atan bürcləri həyatda uğurlara çox gec nail olurlar. Amma çox təəssüf edirəm ki, ox atan bürclərin şansı bilsən nədir? Ox atan bürcləri həyatda çox gec nail olurlar. Amma çox zəhmətkeş bürclərdir. Həyatı boyunca əziyyət çəkirlər. Həyatı boyunca problemləri, psixoloji, mənəvi travmalarla yaşayırlar. Amma ox atanlar, mən deyərəm ki, çox böyük zərbələr almış bürclərdir həyatlarında, sevgidən belə. Əqrəbləri dedim da, quzum. Əqrəblər dominantdırlar. Əqrəbdir, şirdir, oğlaqdır. Bunlar dominant bürclərdir. Buğa bürcü çox sərt xasiyyəti olan, ixtişamı şevən, dünyada bir dənə ən böyük bürcü, yeganə bürcüdür ki, buğa bürcü ixtişamı şevir, bahalı həyat. Buğa bürcünün xarakteri odur. Qızıl, zinət əşyaları, bahalı həyat, brend həyat. Onlar bahalı həyat üçün doğulublar. Buğanın xarakteri odur. Qızı da dedim, qoçu da dedim, burada olanlara dedim. Yaxşı, inşallah gedin desin üstə, mən də yavaş-yavaş çıxıram Əlican. Öpürəm səni, sabah inşallah oynayaq BK. Səndən maraqlıdır. Yaxşı. Öpürəm səni canım. Təşəkkür edirəm. Əlican, sağ ol. Mən Vəlizar yaxşıdır, bacım, mənim halım nə gəzir? Vəlizar yaxşıdır bundan. Mənim halım yoxdur, məni öldürər bu. Yupiteldən vurdu astroloqlar əkizlər bürcünə. Məni dəli elədi, qoydu.